İlkin müəllim, buradasınızsa başlayaq yavaş. Bəli, buradayım. Axşamınız xeyirli olsun. Hər birinizi salamlayıram dostlar. Daxil olmalar bitdi artıq səhv eləmirəmsə. Səsim yaxşı eşidilir? Bəli, bəli. Bəli, yaxşı. Bəli. Eşidilir, bəli. Təşəkkür. Dostlar, özümü təqdim edeyim. İlkin Həsənzadə. 17 ildir ki, bu danışacağım işlə məşğul oluram. Düzdür, paralel olaraq başqa işlərdə də çalışmışam. Bugün sizə sırf bu işlə bağlı məlumat verəcəm. Maksimum diqqətli olun. Xüsusən təzə qoşulmaq istəyənlər. Maksimum diqqətli olun. Ümumiyyətlə bizim məlumat blokumuz 3 təlimdən ibarət olacaq. Birinci təlimdə işin mahiyyəti, fərqi, başqa işlərdən üstünlüyü, rahatlığı, gələcək perspektivləri bununla bağlıdır. İkinci təlim sırf ürünlərlə, məhsullarla bağlıdır. Niyə tələbat artır? Sırf faktlar, statistik məlumatlar təqdim edəcəyik ki, bu da güvənlik yaradır ki, adam 10 ildən sonra da bu işlə uğurlu çalışa bilər. Və üçüncü təlim sırf işin texnologiyası. İş necə qurulur, necə aparılır, komanda işi necə təşkil olunur, komanda dəstəyi necə olur, onlayn və offlaynda proses necə idarə olunur və irəli aparılır. Belə, bugün birinci təlimdir. Birinci təlimdə sırf işlə bağlı məlumat verəcəyik. Çalışın, diqqətli olun. Növbəti slayd zəhmət olunuz. Demək, ümumən dünyada belə deyək, 3 istiqamətdə çaba göstərən insanlar var. Birinci istiqamət odur ki, konkret olaraq insanlar institut qurtarır, belə deyək, orta məktəb, universitetdən sonra konkret olaraq istəyirlər ki, bir karyeralı işlə məşğul olsunlar və hədəflənirlər o karyera istiqamətinə. Hətta elə olur ki, işin özü belə sevmədikləri iş olur. Amma karyera həvəsi cavanı irəli aparmaq istəyir. Və işə başvurandan sonra adam başa düşür ki, elə özüm də o sıradan olmuşam. Başa düşdüm ki, burada böyük rəqabətlər var. Mənlə sırada eyni vəzifəni daşıyan başqa insanlar da var. Və mən pillədə irəliləmək üçün, yuxarı addımlamaq üçün əlavə çabalar göstərməliyəm və uzun zaman səbr eləməliyəm. İş təcrübəmə baxmayaraq, təcrübə toplamaq bir tərəf rəqabət aparmaq üçün, digər tərəfdən də uzun zaman gözləməliyəm ki, məndən yuxarı pillədə olan geçsin vəzifəsindən, mən onun vəzifəsini keçə bilsəm, keçə bilim. Və açığı deyim, bu gözlənti məni yormağa başladı. Üstəgəl, belə deyək də, ədalətsiz yanaşmalar və s. məsələlər. Gördüm ki, bu yol açıq deyim, mənlik deyil. İkinci istiqamət insanlarda bu biznes qurmaq, belə deyək, axtarışları, biznes qurmaq arzularıdır. O yola da əl atmışam. Yəni, karyera işimlə yanaşı, kiçik bizneslə başlamışam. Bu, belə eləyənlər də var və yaxud da karyeralı olan işini atıb bizneslə birbaşa məşğul olanlar var. Və təbii ki, heç kim böyük biznesdən başlamağa risk eləmir. Çünki böyük biznesdə böyük xərclər, dərhal böyük yatırım istəyir. Üstəgəl də bilgisizlik, ümumiyyətlə o yatırımı batırmaq ehtimalları da çox olur. Ona görə kiçikdən başlayırlar. Kiçik biznesi, deyim ki, böyük biznesə çevirmək çox çətin məsələdir. Yəni, öz biznesim yadıma gəlir. Bir biznes açmışdım və aylıq o vaxtlar 3000-5000 dövriyyə verməyə başlarkən artıq üzbözlü də gəlib açdılar. Biraz sonra ümumiyyətlə gəlib məni oradan başqa rəqib çıxartdı, özü orada o biznesi qurmağa başladı. Yəni, bu tipli məsələlər böyüməyin qabağını alır. Üstəgəl, böyümək üçün xüsusi əlavə bilgilər lazımdır, qanunvericilikləri bilmək lazımdır. Deyim ki, yol çox çətindir və bankrotluq qaçılmazdır orada. Çox az sayda, 1%
qurtulub nəsə eləyə bilir və 10 il ayaqda dura bilir. Çox böyük bir zəhmətdir və insanların çoxu biznesdə uğursuzluqla rastlaşıb, üzləşib, təzədən maaşlı işə qayıdırlar. Təzədən, belə deyək də, karyera istiqamətinə qayıdırlar. Orada da bayaq dediyim kimi problem gözləyir. Və insanların bir çoxu pensiya ümidləri ilə yaşamağa davam edirlər. Pensiyada özünüz bilirsiniz də vəziyyət necədir. Bir pensiya ayından, o biri belə deyək də, pensiya alışına heç bəs qədər insan üçün kifayət etmir. Üçüncü variant var. Üçüncü variant hazır bir sistemin üzvü olmaq. Hazır bir sistemə qovuşmaq və o sistemin altında çalışmaq. Məsələn də belə deyək, kiçik bir şəhərdə oluruq, Koreya dilini öyrənirik, gedirik imtahan veririk. Məsələn, gedirik Koreya dilindən imtahan verəndən sonra Kia Motorsa öz sənədlərimizi təqdim edirik. Avtomobil istiqamətində müəyyən bilgilər əldə edəndən sonra və Kia Motorsda gedirik, oxuyuruq. Bir neçə aydan sonra və yaxud da ildən sonra gəlib həmən kiçik şəhərdə Kia Motorsun servis mərkəzin Kia'nın, belə deyək, himayəsi altında aça bilərik. Artıq şirkət bir çox xərcləri özü qarşılayacaq, sənədləşmə işlərini və s. Bizə bir dənə qalır ki, işi normal aparaq ki, orada işimiz, gəlirimiz normal olsun. Yəni, bu artıq hazır böyük bir dənə korporasiyanın üzvü olmaqdır, hazır sisteminə nail olmaqdır. Bu haqda sizinlə danışmaq istəyəcəm. Ümumiyyətlə, bizim bu təqdim elədiyimiz işdə şirkət adlanır TNS və bu TNS də böyük bir holdingdir, böyük bir dünya səviyyəli korporasiyadır. Yəni, öz adımdan deyim ki, 17 ildir çalışıram və bu 17 ilin deyim ki, 10 il üstü müddətində kifayət qədər normal gəlirlər götürə bilməm, ailəmi bununla dolandırım. Dediyim kimi, bu işdə çalışmaların başqa işlərə də mənim üçün üfüq açıb. Tək öz adımdan demirəm, ümumiyyətlə, komanda yoldaşlarımız da o səviyyədədir. Yəni, indi bu haqda sizə danışmaq istəyirəm ki, yəni, üçüncü bənd, böyük korporasiyanın hazır sisteminin üstünlükləri nədir? Növbəti slayd zəhmət olmasın. Sırf TNS-dən danışmaq istəyirəm. Rəhbər filantrop şəxsdir. Filantrop şəxs yəqin ki, bilirsiniz nə deməkdir. Dünyada filantroplar siyahısına Məhəmməd Peyğəmbər başçılıq edir. Bu, yer üzünə gəlmiş və çoxlu minlərlə, yüz minlərlə insanların, hətta milyonlarla insanların həyatını dəyişə biləcək şəxslərdir. Bu insanlar konkret rəsmi siyahıya alınır. Və TNS-in rəhbəri də cənab Li Dingyuan əsli Çinlidir. O filantrop siyahısına daxil olub. Xeyriyyə işləri var və başqa tövhələri var. Ümumdünya Səhiyyə Təşkilatında özünün xüsusi rolu var. Rusiya səfirliyində özünün xüsusi rolu var. Amerikada Şəbəkəli Şirkətlər Assosiasiyasının dəyirmi masasının üzvü və vitse-prezidentidir. Ümumiyyətlə, böyük bir insandır və bunun qurduğu sistem ümumiyyətlə dünya iqtisadiyyatında belə deyək, hesablanmış bir sistemdir. Yəni, bu insanlar artıq bilirlər, milyarderlər, filantroplar artıq onlar bilirlər 10 ildən sonra, 20 ildən sonra nələr baş verəcək iqtisadiyyatda, sağlamlıq sahəsində, səhiyyədə və s. Və ona uyğun olaraq addımlar atırlar ki, insanlara kömək eləsinlər. O baxımdan elə bu şirkətin məhsulları dünyada artıq böyük bir marağa səbəb olublar. Bu şirkətin məhsulları elə məhsulları var ki, o sıradan olan digər analoqlarından ən üstünləri kral adını alıblar. Maraq get-gedə artır. Bizim ölkədə 2002-ci ildən fəaliyyətdədirlər və istifadəçi sayı günü-gündən artır. Eləcə də qonşu ölkələrdə bu məhsullara maraq artır. Xüsusən pandemiyadan sonra maraq demək olar ki, bir dəfələrlə artıb. Şirkət böyük şirkətdir. 190 ölkədə rəsmi qeydiyyatdan keçib. Bu çox böyük rəqəmdir. Yəni, bizim ölkəyə elə məxsus olan bir şirkət yoxdur ki, onun malı məhsulu 190 ölkədə qeydiyyatdan keçsin. Ümumiyyətlə, dünyada sayılan şirkətlər var ki, 150 üstü ölkələrdə qeydiyyatdan keçsinlər. Və təbii ki, bunun səbəbi davamlı keyfiyyətdir.
Öz adımdan deyim ki, 17 ildir məhsulun istifadəçisiyəm. 17 il ərzində məhsulun tərkibi və keyfiyyəti dəyişməz olaraq qalıb. Məhsullar xüsusi hesablanmış və seçilmiş məhsullardır. Bunlarla bağlı ayrı bir təlim olacaq. Növbəti slaydı zəhmət olmasa qurbandır. Məhsullara maraq get-gedə artır, bayaq dedim. Həm də maraqdan əlavə tələb artır. Yəni, bu məhsullar elə qurulub ki, bunlar sırf bugünkü insanın sağlamlıq tələblərini hesablayıblar. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi hesablama rəqəmləri, hər bir şey nəzərə alınıb. Bu məhsullar tək deyim ki, xəstə yox, ümumiyyətlə insanın hətta beyninə, düşüncəsinə, zəkasına ideya belə verməkdə xüsusi rolları var. Uşaqların, ailənin tam sağlamlığını bunlarla təmin eləmək olur. Yəni, ümumiyyətlə çox maraqlı məhsullardır. Bu ikinci təlimdə olacaq. Növbəti slayd olmasa. Məhsullardan danışmışkən elə onu deyim ki, dünyada belə xüsusi belə görkəmli şəxslər, idmançılar var ki, bu məhsullardan sevə-sevə istifadə edirlər. Onların siyahısı da orada təqdim olunub, göstərilir. Norveç, Xorvatiyalı idmançıdır, sonra orada başqa idmançılar da var. Olimpiya çempionu var. Perunun keçmiş birinci vitse-prezidenti var. Onu deyim ki, bizim ölkədə də xüsusi şəxslər var ki, orada başqa kiminsə mikrofonu açıqdır, onu zəhmət olmasa söndüründür dostlar. Bizim ölkədə, Qurban bəy, növbəti slaydı təqdim edin. Elə bugün bizim ölkədə Fəxriyə Xələfova bizim şirkətin qonağı olmuşdu. Gəlin elə o videonu izləyək. Və bizim məhsullarla tanış olub, elə bizim əsas baş ofisin satış təqdimat mərkəzindədir. Başqa şəxslər də, məsələn, Rəşid müəllim, yəni tanınmış Rəşid müəllimdir, bizim fiziologiya kafedrasının professorudur. O da bizim mal məhsullarının istifadəçisidir və başqa belə bizdə də tanınmış şəxslərdən var ki, bu TNS mal məhsullarından istifadə edirlər. İnsanların TNS-ə qatılmağının 3 forması var. Slaydı böyüdün, Qurban bəy, görünmür. Bilmirəm, məndə kiçik görünür. Demək, insanlar 3 istiqamətdə TNS-lə əməkdaşlıq edə bilirlər. Açıq deyim ki, TNS üçün fərqi yoxdur ki, mənə qoşulacaqlar, istifadə edəcəklər, ya eləməyəcəklər. Bugün mal məhsulun belə ölkələrə çatdırmaqda şirkət böyük çabalar göstərir. Yəni, nəhəng ölkələr istifadəçilər var. Elə qonşu iki ölkə, Türkiyə, Rusiyada nəhəng rəqəmlər, dövriyyələr olur. Və şirkətin açıq deyim ki, bizim ölkədə, kiçik ölkələrdə biznesə belə o qədər də marağı yoxdur ki, bugün insanlar qoşulsunlar. Açıq deyim ki, biz vətəndaşların marağı var ki, bizim insanlar, bizim vətəndaşlar TNS ilə tanış olsunlar. Çünki həqiqətən məhsulları, sistemi çox maraqlıdır. Şirkətlə 3 istiqamətdə tanışdıq, belə deyək, fəaliyyət göstərmək olur. Birinci istiqamət sırf istifadəçilikdir. Sırf istifadəçilərə biz özümüz, yəni əməkdaşlar, məhsullarla tanış edirik, məhsulların incəliklərini öyrədirik, tam sağlamlığı qorumağı yollarını göstəririk. Yəni, minimum xəstələnmə olur TNS mal məhsullarında. Stresə davamlılıq, adaptasiya xüsusiyyətləri artır, zehinsel bacarıqlar artır və s. Yəni, bu istiqamətdə tam insana dəstək kömək olur. Burada şəkərin profilaktikasını aparmaq olur, sümük yeyilmələrin profilaktikasını aparmaq olur, çəkiyə nəzarət və s. məsələlərin hamısını bu TNS məhsulları ilə nizamlamaq olur. Bu elə bir istiqamətdə şirkət yaxşı endirimlər təklif eləyir, yaxşı endirim fürsətləri var burada. Yaxşı hədiyyə kampaniyaları təşkil edir ki, insanlar faydalana bilərlər özləri üçün. İkinci şirkətə, belə deyək, qoşulmaq üsulu bu müştərilərə məsləhətçi olmaq. Yəni, burada kiçik istehlakçı şəbəkəsi qurmaq olur və
Buradan kiçik bonuslar əldə eləmək olur. Dostlar, bu bonuslar ki, deyim, hansı bonus? Bunlar sırf reklama ayrılacaq pullardır. Şirkət reklama pul ayırmır. Yəni, malın, məhsulun satışından bir çox şirkətlər reklama pul ayırırlar. Məsələn, Coca-Cola dövrəyən 65%-ni təzədən reklama yatırdı. TNS reklama pul ayırmır. Reklama ayıracaq məbləği müştərilərinə endirim eləyir və əlavə olaraq tövsiyə eləyənlərə əlavə bonuslar verir. İkinci fəaliyyət formasında da sırf tövsiyəçi olaraq bir çox insanlara tövsiyə verməklə ətrafında istifadəçilər şəbəkəsi qurmaq olur. Bu istifadəçilərin hamısına qeydiyyat təklif olunur. İnsan könüllü qeydiyyatdan keçə də bilər, keçməyə də bilər. Yəni, könüllü olaraq qeydiyyatdan keçənlərin özlərinə endirim olur və özlərinə bonuslar olur. Qeydiyyatdan keçməyənlər hansı qeydiyyatı olan bir əməkdaşın və yaxud da istifadəçinin endirimindən faydalana da bilərlər. İndi o razılaşma ilə olur, onların ikisinin arasında. Və üçüncü fəaliyyət forması bu sırf biznes tərəfdaşı olmaq. Biznes tərəfdaşlıqda artıq geniş istehlakçılar şəbəkəsindən söhbət gedir. Aktiv insanlardan komanda qurmaqdan, coğrafi baxımdan geniş məkanlara çıxmaq, bir neçə şəhərlərdə, ölkələrdə şirkətin işini təşkil eləmək. Qeydiyyat, deyim ki, bu üç fəaliyyətin üçü üçün də eyni qeydiyyatdır. Şirkətin gözündə fərq eləmir bu adam nə məqsədlə qeydiyyata düşür. Adam özü seçir qeydiyyatına görə fəaliyyətin və eyni qeydiyyatla digər ölkələrdə də iş görə bilir, digər bizim ölkə daxili digər şəhərlərdə də fəaliyyətini göstərə bilir. Yəni, bu üç forma, yenə deyim, dəmir qayda ilə təsbitlənmir. İnsan ola bilir ki, biznes tərəfdaş kimi qatılır, sonra komanda işinə və s. işlərə, quruculuq işlərinə vaxt ayıra bilmir və yaxud da hansısa problemləri çıxır. Birinci fəaliyyət orada dayanır. Sırf istifadəçi kimi qalır və ola bilir ki, elə həmən insan 10 ildən sonra təzədən keçir ikinci mövqeyə, sonra üçüncü mövqeyə. Yəni, belə hallar olur. Şirkət üçün yenə deyirəm, fərqi yoxdur. Şirkətin bazasında eyni qeydiyyatla o işləri görür. Necə ki, telefon nömrəsi, məsələn, NAR. Bir adamda NAR nömrə var. O gün ərzində heç 10 dəqiqə danışmır. Bir adamda NAR nömrə var. Gün ərzində onunla dünyanın işini görür, 5 saat danışıq aparır və müəyyən pullar da qazanır. Yəni, burada da ID kod verilir, insan özü seçimində fərqlidir. Yəni, nə istəyir, o seçimi eləyir. Biz də o insanın hörmətinə, seçiminə hörmətlə yanaşaraq, o istiqamətdə ona yardımcı oluruq. Yəni, bu qədər. TNS şirkətində ümumiyyətlə, üçüncü fəaliyyətdən indi danışacağım. Üçüncü fəaliyyət sırf karyera imkanları verir. Növbəti slayd zəhmət olmasa buyurun. Üçüncü fəaliyyətdə karyera pillələri də var. Bu karyera pillələrini qurmaqda müəyyən qədər üstünlüklər var. Bayaq mən karyeradan danışdım. Universitet qutarırıq və müəyyən işə düzəlirik. Orada karyeraları hədəfləyirik. Amma oranın öz çətinlikləri var. Elə çətinliklər var ki, onları aşmaq çox çətin olur. Müntəzəm prosesdə olmalısan, hansısa nəsə işlərə qatılmalısan, seminarlara getməlisən və rəqabət də görürsən ki, qeyri-sağlam ola bilir. Yəni, TNS-in üstün tərəflərini izah edəcəm karyera baxımından. TNS-də karyera qurmağı başqa işlə yanaşı da eləmək olur. Yəni, öz adımdan deyim, özüm belə olmuşum. Həkim kimi dializ şöbəsində çalışırdım və o işlə paralel olaraq TNS-ə başladım. 3 il öyrənmə prosesində oldum. O işimdə işləyir ki, TNS-i də öyrənib və belə deyək də yüngül karyera irəliləyişi əldə eləmişdim. İkinci üstünlük ümumiyyətlə asıllıq deyilən bir şey yoxdur. Əgər digər işlərdə karyera asıllığı var, TNS işində asıllıq bir dənə adamın özündəndir. Adamın özünün öyrənmə fərasəti olmalıdır, öyrənmə çabası olmalıdır. Hətta öyrənmədən daha çox səbri deyərdim. Çünki burada komandaya uyuşmaq, uyğunlaşmaq səbri lazımdır insanda. Mən özüm 5 iş görə bilərəm, amma komanda ilə 15 iş görə bilərəm. Digər 15 işi, digər 10 işi əlavə eləmək üçün illər sərf edib heç öyrənməyə də bilərəm. Amma komanda işi ilə daha böyük işlər görmək olur və TNS-də də bu komandaya uyğunlaşmaq, komandaya oturuşmaq insanın öz əlindədir.
Heç kim ona belə deyək, komandadan dışlama eləməyəcək, heç kim onu çıxartmayacaq, amma ona dəstək olmağa çalışacaq. Çünki onun qatqısı komandanı da irəli aparır. Plus da komanda da onu irəli aparır. O baxımdan insanın özündən asılıdır. Üçüncü üstünlük odur ki, şirkət burada karyera pillələrində belə deyək, müəyyən həvəsləndirici taktikalar işlədir. Bayaq dediyim kimi, yenə reklama ayrılacaq pullardan şirkət burada turistik səfərlər edir öz əməkdaşları üçün. Və həmən turfondun qalibi olanları turistik səfərlərə göndərir. Bu il hələ təzə başlayıb, amma keçən il bizim əməkdaşlar 5 turistik səfərlərə gedə bildilər. Öz adımdan deyim, özüm birindən faydalana bildim. Üçünü qazana bildim, amma birinə gedə bildim. Ailə durumu ilə bağlı. Dubay səfərində oldu aprel ayında. Bu il məsələn İndoneziya səfəri var. Deyim ki, başqa işlərdə bu tipli turistik səfərlər olmur. Mən dediyim o əvvəlki maaşlı işimdə 6 il çalışdım, heç yerə məni göndərmədilər. Digər insanlara kömək etmək fürsəti olur burada. Bu da insanın özünə hörməti artırır. Plus insanlar həmən insana, məsələn, klient əməkdaşı olandan sonra mənim cəmiyyətdə hörmətim çox artır. Çünki yaşadığım zonada belə bir neçə şəhərlərdə bir xeyli dostlar əldə eləmişəm. Hamı ilə yaxşı münasibətimiz var, yaxşı hörmət var qarşılıqlı. Bunu sırf klient bazasında biz eləmişik. İş vaxtının seçimində sərbəstlik. Bu da əlavə bir üstünlükdür. Deyim ki, başqa işlərdə bu yoxdur. Səhər saat 9-dan axşam saat 12-yə qədər, 9-a qədər, ən yaxşı halda 9-a qədər mən köhnə işimdə işləyirdim. Sonrakı nəsillərə ötürmək imkanının həmən o ID kodu şirkət imkan verir ki, notarius vasitəsilə öz ailə üzvlərini ötürmək mümkün olsun. İşi görə şəxsiyyət inkişaf edir. Yəni, bu işin üstünlüyü odur ki, insan başqalarına kömək eləyə, başqalarına dil tapmaqda, dəstək, belə deyirik, dil tapmağa çalışa, deyimsə ki, elə insanlar və çox insanlar öz xeyirlərini bilmirlər. Öz sağlamlığının xeyrini bilmir ki, mən nələri eləsəm daha sağlam olaram. Görürsən ki, eyni enerjiniz, eyni pulu xərcləyir zərərli şeylərə. O insanın, belə deyək, istəyinə əks gedib onu başa salmaq, bu özü böyük bir dənə ustalıq tələb edir. Amma deyim ki, ondan sonra insanlar böyük təşəkkür edirlər. İllərlə adama təşəkkür edirlər ki, vaxtı ki, mən səhv yoldaydım, mənə izah elədim. Nə yaxşı ki, mən sənlə rastlaşdım və bu səhvlərdən qurtula bildim və bugün düz həyat tərzinə keçmişəm. Və ən sonunda bu işlə məşğul ola, bayaq dediyim kimi, məhsullar sağlamlaşdırıcı olduğuna görə çox böyük sağlamlıq əldə eləmək olur. Özüm TNS-də gəldiyim vaxtı bir xeyli problemlərim var idi. Eynəkdən tutmuş, təzyiq, nevrozlu, həzm problemi və s. Bugünkü gün tam sağlam insanım. Ümumiyyətlə, şəbəkəli marketinq deyilən bir anlayış var. TNS şirkəti də bu sistemlə öz işini qurur. Şəbəkəli marketinq təxminən dostlar 70 il bundan qabaq yaranır. Və normal gəlir bir növüdür. Normal bir iqtisadi bir istiqamətdir. Onu deyim ki, dövriyyəsinə görə çox böyük rəqəmlərdir. Deyim ki, get-gedə də artır, milyardlarla dünyada dövriyyələr verir. Bir çox şirkətlər var ki, sırf bu üslubla öz işlərini qururlar. Hətta girib süni intellektdə sual verə bilərsiniz. Bir çox şirkətlər var ki, ənənəvi satış üslubundan sırf şəbəkəli marketinq üslubuna keçiblər. Şəbəkəli marketinqin əsas, belə deyək, bonusu, əsas üstünlüyü dostun dosta, tanışın tanışa, yaxının yaxına verən tövsiyəsidir. Ola bilər qeyri tanışlara da bir çıxış eləmək olar, amma əsas iş prosesi qurulub insandan insana, məlumatı insan insana verir. Həm iş haqqında, həm ürün məhsul haqqında və insanın insana verdiyi məlumat daha güvənlidir. Çünki o işdə daha möhkəm olur. Üstəgəl də məhsul da orada daha keyfiyyətli olur. Keyfiyyətsiz məhsul üzərində tövsiyə qurmaq olmaz. İnsanların münasibəti pozular. Və TNS də elə insanlara görə də əlavə olaraq məhsulun keyfiyyətinə xüsusən nəzarət edir. Məhsullarını aptek sisteminə vermir, digər mağazalara vermir. Sırf buna görə, keyfiyyətə nəzarətə görə ki,
insanlar bir-biri ilə yaxşı münasibət qura bilsinlər bu keyfiyyət üzərindən. Üstəgəl də bonus sistemlərinin hesablamasına görə. Şəbəkəli marketinqin başqa işlərdən üstün xüsusiyyətləri var. Onlarla bağlı sizlərə qısa məlumat verəcəm. Birincisi, start kapitalının çox da böyük olmaması. Yəni, özüm bilirəm ki, istənilən işə bugün kapital lazımdır. 2005-ci ildə PlayStation kompüter salonu açmağa o vaxtın pulu ilə, belə deyək, indiki məbləğə çevirsək $5500 yatırım elədim. Və 6 ay çox böyük gərginliyi keçirtdim, o pulu borc götürmüşdüm. $5500 çox böyük gərginliyi keçirtdim ki, o pulu çıxardım. Və 6 ay çıxardıb qaytara bildim, 1 manat da qazanc götürmürdüm ki, təki borcu qaytarım. Bu çox böyük, belə deyək də, pullardır. İndi PlayStation açmağa 2 qatı, bəlkə də 3 qatı lazım olar. Yəni, TNS kimi şəbəkəli marketinq tipli işlərdə böyük kapitala ehtiyac yoxdur. Bununla bağlı qısa məlumat verəcəm sonra. Risk burada minimumdur. Belə deyək, aylıq xərclər minimumdur. Demək olar, hər şey şirkət öhdəliyir. Hər şeyin sənədləşmə işləridir, məhsulun sənədləşməsi, ölkəyə gətirilməsi, orqanlardan keçirilməsi, sertifikasiya işlərini hamısı şirkət həll edir bunlar. Hazır sistem və mentorluğu var. Yəni, uzun illər bu sistemdə çalışan insanlar var ki, bunun öyrətməsi ilə məşğul olurlar. Və hazır sistem də var ki, bu artıq şirkət tərəfindən hazırlanıb və öncədən, belə deyək, bir neçə illərə qədər sığortalanıb, bütün hesabatı o sistem aparır. Yəni, insan amili hesabat işi burada aparmır. Pasiv gəlir yaratmaq imkanı var burada. Yəni, istehlakçılar şəbəkəsini o qədər böyütmək olar, başqa şəhərlərə də çıxar və bu istehlak şəbəkələrinin başında hansısa bir liderlər duracaq. Və biz burada, məsələn, danışa-danışa digər yerlərdə də həmən insanlar çalışacaqlar. Bunun hesabına həmən yerlərdən də bizim, belə deyək, vaxtı ikən çəkdiyimiz zəhmətin hesabına biz sonraki illərdə gəlir götürə bilərik. Təbii ki, bunun üçün biraz vaxt lazım olacaq, amma mümkündür. Digər işlərdə, adi belə sıradan olan biznesdə o biznesin başından çəkilmək çox böyük risk. Uzun illər gərək sərf eləyəsən, xüsusi kadr yetişdirəsən, biznesin başına qoyasan, hələ o kadr ola bilər, gedib rəqibdə ola bilər qeyri-səmimi olsun, nə bilim, öyle yiyintilər olsun və s. TNS kimi məkanda, şəbəkəli marketing şirkətlərində bu, belə deyə, əyriliklər demək olar ki, mümkünsüzdür. Birinci, əyri adam ümumiyyətlə qalxa bilmir karyerada. İkinci, sistemi tam hesabatı kompüterləşib deyə əyri işlər görmək mümkün olmur. Və pasiv gəlirlərə çıxmaq olur, hətta başqa ölkələrdən belə. 17 ildir bu şirkətdəyəm, Azərbaycandan savayı Türkiyədən, Avropanın bəzi yerlərindən ara-sıra Rusiyadan müntəzəm olaraq gəlir götürürəm. Rusiyadan heç gələn gəlirlərdən biri deyil, oradakı müştərilərdən bayramlaşırıq ancaq. Onlar özləri, öz sistemi bilirlər, hər şeyi bilirlər, alış-verişlərini edirlər, tövsiyələrini edirlər. Birinci mövqedə olanlar da var, ikinci mövqedə olanlar da var. Yəni, bu işləri TNS kimi məkanlarda həll eləmək olur. Təsəvvür edin, mən 6 il bir yerdə işlədim, başqa məkanlarda da işləmişəm. İşdən bir günlük, 2 günlük, 3 günlük kənarlaşdın, artıq orada maaşdan kəsilməkdən söhbət gedir. Amma şəbəkəli marketingdə isə çaba göstərdikcə, zəhmət çəkdikcə illərlə böyük bir, elə bil ki, bir nəticə verməyə başlayır. Başqa işlərdə, müştərilərlə, xüsusən başqa bizneslərdə müştərilərlə birbaşa əlaqə yaratmaq, sıx əlaqə yaratmaq olmur. İnsan gəldi, pulunu verdi, malını aldı, getdi. Amma şəbəkəli marketing sistemində insanlarla sıx münasibətlər qurulur. Və bizim müştərilər var ki, öz adımdan bir müştərilərimiz var ki, illərin müştəriləridir. Yəni, birinci mövqedədirlər. Şirkətdən böyük gəlir götürmək maraqları da yoxdur, öz gəlir yerləri var, amma məhsulları sevə-sevə içirlər. Bugün bizim onlarla dost münasibətlərimiz var. Bir yerdə təlimlənirik, bir yerdə komanda işləri müzakirə edirik, bir-birimizlə təcrübə bölüşürük. Yəni, şəbəkəli marketingdə bu müştəri ilə əlaqə prosesi çox gözəl nəticələr verir. Gəlir yuxarıdan deyil, aşağıdan formalaşır. Yəni, komanda genişləndikcə
gəlir avtomatik olaraq ona həndəsi silsilə ilə artır. Düzdür, komandadan kiçik gəlirlər verir. Adamın özünə böyük endirimi olur. Amma komanda yoldaşları da elə onlar da öz alış-verişlərindən böyük endirimi özləri götürürlər. Kiçik rəqəmlər yuxarıya ötürülür, aşağıdan yuxarı. Amma aşağıda say artdıqca rəqəmlər böyüyür, çox böyük rəqəmlər olur və heç kim də ömürlük aşağıda durmur. Biz qalxmaq istəyənə kömək edirik, o da qalxdıqca onun aşağısı genişləndikcə onun da gəliri artır. Eləcə də ondan sonraki aşağılar da böyümək istədikcə, yuxarı qalxdıqca onlara da sevə-sevə kömək edirik. Və kömək elədikcə özümüzə də xeyir olur orada. Yəni bu gözəl sistemi şəbəkəli marketinq qurur və bu gəlir imkanlarını yaradır. Şəxsi inkişaf sistemi var. Şəbəkəli marketinqin ümumiyyətlə proses olaraq şəxsi inkişaf olmadan qurmaq olmur. Dürüstlük bir tərəfdən, üstəgəl şəxsi inkişaf digər tərəfdən. Yəni empatlıqdan tutmuş, komanda işində öyrənmə məsələləri təbii ki, birdən-birə bunlar olmur. Biz öyrədirik, təlimləyirik və insan şəbəkəli marketinqdə çalışa-çalışa ildən ilə fərqli bir şəxsiyyətə çevrilir. Özü öz gözündə də böyüyür, ailəsinin gözündə də böyüyür. Hətta insanın şəbəkəli marketinqlə məşğul olan insanların ailələrində belə şəxsi inkişaf baxımından çox irəliləyiş olur. Coğrafi məhdudiyyətin olmaması, bununla bağlı artıq danışdım. Karyera böyüməsi şəxsin sırf özündən asılıdır. Bununla da bağlı bayaq dedim. Yəni, heç bir tanışlıq, daydaylıq, qohumbazlıq və s. məsələlər burada yeri yoxdur. Hazır brendin gücündən istifadə etmək fürsəti ilə də bağlı yüngül bayaq dedim. Yəni, şirkət özü brend istehsal edir və o brendi bizim əlimizə verir. Biz sadəcə nə etməliyik? Özümüzün şəxsi brendimizi qurmalıyıq. Komanda brendinqinə qoşulmalıyıq. Və komanda adından çıxış eləməliyik ki, şirkətin o qurduğu brendin adını batırmayaq. Bunu eləyə bilməsək bizim işimiz dalana gedər. Biz şirkətin qurduğu brendin yayılmasına təkan yox, konkret olaraq maneçilik törədərik. Əgər öz üzərimizdə çalışmasaq, komandaya qoşulmasaq. Deyim ki, komanda qoşulanda adamın çabasını da belə deyək də, verdiyi çaba 3 qat, 5 qat nəticə verir. Nəinki tək əldən səs çıxmır, özünüz bilirsiniz. Biznesi asan genişləndirmək olur. Yəni, tərəfdaşlar əlavə eləməklə dövriyən sürətlə böyütmək olur. İstehlakçılardan əlavə, orada üçüncü seçim ki, bayaq var idi. Sırf böyük biznes fikri ilə qoşulan adamlar. Təbii ki, bu adamlar gündə qoşulmur, amma var belə insanlar ki, böyük iddiaları var. İnsanların, onu deyim ki, çox azında böyük iddiaları var. Çox insanlar deyir ki, belə deyək də, minimumu qazanım, uzanım, üzr istəyirəm, pul tərində televizyon kanallarını qurdadır. Yəni, tənbəldir insanların çoxu, amma insanlar da var ki, az sayda da olsa, onlar böyük iddiaları var. Onlar bu həyata gəlib, özlərinin ən maksimum versiyasını əldə edib götürmək istəyirlər. Elə insanlar artıq onlara biz də yer veririk, onlara biz də şans veririk və tərəfdaş kimi onlar bizlə inkişaf edirlər və böyük gəlirlərə nail ola bilirlər. Vaxt baxımından da bayaq dedim, vaxt çevikdir. İstənilən vaxtı. Biz bugün saat 20:00-da başladıq. Yəni, vaxtı istənilən istiqamətə dəyişmək olur. Hər gün səhərdən axşama qədər işləməyə ehtiyac yoxdur. Belə bu, bayaq dediklərimə dəstək olaraq, burada birinci bənddə bayaq dedimə görə kapitala ehtiyac yoxdur. Burada da elə başlanğıc statuslar var. Məsələn, birinci başlanğıc üçün şirkət qeydiyyat təklif edir. Qeydiyyat sadəcə ID kod verilir. İkinci, burada üzvlüyü təsdiq edən rəqəmlə orada göstərilir. 200 AZN-ni şirkətdən alış-veriş eləmək. Şirkətin təbii ki, məhsulları ilə tanış olandan sonra bu sual sizdə belə deyək də, biraz aydınlıq tapacaq. Məsələn, mən evimin çayını şirkətin çayı ilə əvəzləmişdim. Yəni, qara çay demək olar ki, çox nadir hallarda içirik, amma məsələn, xüsusi də belə, axırıncı bizim elə dostlar Çindən hədiyyə gətirmişlər, sağ olsunlar, o çaydan içirik, qara çay. Amma belə digər vaxtları, əsas vaxtı TNC-nin çayını içirik. Bir TNC-nin çayının çoxlu müalicəvi xüsusiyyəti var. Onları siz də görsəniz, onun qiymətini tərəziyə qoysanız, yəni qiymət heç baha çıxmır, bir ailə üçün çox ucuz başı gəlir, bir günlük istifadə belə deyək, dozası.
Tərəziyə qiymətini və keyfiyyətini qoyursunuz, birbaşa seçərsiniz onu. Diş pastasından tutmuş digər məhsullarına qədər mən buradan əvəzləmişəm. Mənim üçün daha sərfəlidir. İndi bu dəqiqə qiymət baxımından da sərfəlidir. Həm də keyfiyyət tərkib baxımından sərfəlidir. Amma əvvəl qoşulanda təbii ki, gəlirim olmadığı üçün keyfiyyət birmənalı mənim üçün maraqlı idi və keyfiyyətə üstünlük verib seçim elədim. 200 alış-veriş burada belə deyək, 10% endirim imkanı verir. İnsan bu pillədə durub sonrakı alış-verişlərini 10% endirimlə davam edə bilər. 10%-dən əlavə də alış-verişindən növbəti ay müəyyən qədər bonus gələr ona. Təbii ki, alış özü üçün də eləyə bilər. Dost tanışına elədiyi, məsələn, tövsiyə əsasında onlara da belə bilər. Hansılar ki, qeydiyyatdan imtina edirlər, onlar da bunun adına ala bilərlər və oradan da növbəti ay müəyyən bonus gələr. Üçüncü mövqe VIP-dir. Bu xüsusi fərqlənəndir. Burada artıq bir dəfəlik yox, toplam alışdan söhbət gedir. Yəni 200-250 alış-verişləriniz toplam nə vaxtda fərqi yoxdur şirkət üçün. 5 il olsun. Bizim üçün də fərqi yoxdur. 850 manat toplanarsa endirimsiz alışlar. Artıq burada VIP statusu əldə olunur və 20% insan endirim alır növbəti alış-verişlərə. Alış-verişdən sonra da növbəti ay müəyyən bonus gəlir. Və Comstar artıq bu komandadır. Bu adamlar artıq komandaya qoşulmaq istəyənlərdir. Mövqe baxımından böyük işlər görmək istəyən insanlardır. Onlarda toplam alış-veriş 2500 azalır. Yenə deyirəm dostlar, fərqi yoxdur hansı müddətdə, şirkət üçün də fərqi yoxdur bizim üçün. Təsdiqləmiş adam komandanın üzvü olur və komanda adından çıxış eləməyə başlayır. Komanda da onun gücünə güc qatır, o da öyrədilir, o da komandaya qurulur. Və gələcəkdə o adamın özü üçün də komanda qurmağı öyrədir. O adam da öz istehlak şəbəkəsini qura bilir və pasiv gəlirlərə çıxa bilir. Dəstək baxımından elə söz gəlmişkən, komandadan dəstək. Təbii ki, burada dəstək tək, belə deyək, o qoyuluşa görə eləmirik. 2500 adam qoyub, biz ona kömək eləyək. Yox, onun heç bir fərqi yoxdur. Orada kiçik rəqəm qoyana da biz kömək edirik. İnsandır. Onun hər bir insanın həqiqəti haqqı bilmək onun hüququdur. O baxımdan xüsusən sağlamlıq bilgiləri net olaraq hamısını izah edilir ki, bugün nəyə görə bioloji aktiv ağalar lazımdır, nəyə görə bugünkü gün orqanizmdə sümük yeyilməsi olur, nəyə görə uşaqlarda problem olur, sonsuzluq olur. Hamısını izahını verib dəstək olur o adamlara. Və eləcə də VIP-lər belə komanda işinə qoşulmaq istəyəndə onlara da kömək edirik. Onların da öyrətmə təlimlərinə qatırıq, sonra onlara da öyrədirik. Online və offline formada bunları keçirdirik. Online platformalar ki var, onlara da qoşa bilirik. Belə deyək, WhatsApp üzərindən bizim qruplar var, Facebook səhifəmiz var. Onlardan da insan faydalana bilir. Orada da vacib məlumatlar, rəsmi, statistik, laborator təsdiqlənmiş elə olur məlumatlar paylaşırıq və insan oradan faydalana bilir. Liderlərdən, himayədarlardan dəstək ala bilir. Eləcə də kitablar və ola bilər hətta faydalı filmlər olsun, tövsiyəsini verək, müzakirəsini aparaq. Və birbaşa bizim satış mərkəzlərimiz var, oradan da alış-veriş eləmək olur, hətta onlayn da çatdırmaq olur. Bütün bu dəstək insan hazır formada əldə edə bilir. Müqayisə üçün deyim ki, hansı biznesi qursun, bunları formalaşdırınca adam elə babat pul xərcləyər. Kadrlar axtarıb tapmalıdır. Amma burada hazır bunlar var və yeni qoşulan bunlardan faydalana bilər. Bonusları kiçik sizin üçün açıqlayayım. Burada bonus baxımından bayaq endirimləri dedim. Birbaşa gəlirə toxundum, amma izah verilməyəm. Birbaşa gəlir nədir? Bizim tövsiyə elədiyimiz adam, izah verdiyimiz insan özü burada qeydiyyatdan imtina edərsə, imtina edir, istəmir qeydiyyat. Nə bilim, keyfiyyətə baxmaq istəyir, zaman istəyir və s. O adam amma bizim adımıza, bizim qeydiyyatımıza alış-veriş eləmək istəyirsə,
Ona biz endirimlə verə də bilərik. Məsələn, 20% və yaxud da 30% və yaxud da 10% fərq eləmir. Endirimsiz də verə bilərik. Deyə bilərik ki, mən bu endirimi əziyyət çəkib əldə eləmişəm. Endirim eləyə bilmərəm sənə. Və endirimsiz də verə bilərik. Təbii ki, orada məsələn 20% o da birbaşa qazanc sayılır. Əlavə olaraq ayın axırında balansa oturan, qeydiyyata oturan sonra da bir ay sonra gəlir, o da birbaşa gəlir sayılır. İdarə etmə gəliri. Bizdən sonra qeydiyyata düşən insanlardan gələn kiçik bonuslar, bayaq bugün bundan bağlı. Amma insan sayı artdıqca, dərinliyi böyüdükcə, kiçik rəqəmlər belə toplandıqca böyük bir nəticə verir, böyük bir rəqəmlərə çevrilir. Aktivliyə görə gəlir. Bunlar əlavə mükafatlardır, bu müəyyən karyera pillələrinə görə verilir. Pay gəliri var, burada fəxri statuslar ki var, onlara yüksələndən sonra əlavə pay gəliri verilir. Bölgənin, ərazinin, hətta bir neçə ölkədən belə adamın fəaliyyəti varsa, əlavə pay gəliri verilə bilir. Və aylıq məhsul hədiyyə kampanyaları olur, əlavə endirimlər olur, əlavə pul mükafatları olur. Bunlarla da bağlı bizim bütün platformalarda məlumatlar paylaşılır. WhatsApp platformalarda da və s. belə fərqli formada da deyə bilərik. Belə 7 növ gəlir var. Bizə qoşulmaqla dostlar, siz nə əldə eləyərsiniz? Söhbət bizdən özünüzdən gedir. Yəqin ki, TNS adını siz eşitmişsiniz. Fərqli formada komandasız çalışanlar da var. Bayaq dediyim kimi, o çabalar heç bir nəticə vermir. Müəyyən satış edə bilir adam, müəyyən birbaşa gəlir götürə bilir, amma digər gəlirlərdə məhrum olur. Eyni əziyyəti, eyni çabanı komanda işinə qoşmaqla, komanda işinə sərf etməklə bir neçə ildən sonra ciddi gəlirlərə çıxmaq olur. Biz bu dəstəyi veririk. Bizə qoşulmaqla tək iş kimi yox, həm də sağlamlıq, güclü komanda, uzun müddətli maliyyə azadlığına çıxmaq fürsəti əldə edə bilərsiniz. Gələcəklə bağlı deyim ki, çox adam ümidsizdir, xüsusən maaşlı işdə işləyən adamlar. Son vaxtlar görürəm ki, biznesmenlər də belə ümidsiz danışırlar. Çox ümidsizdirlər. Çünki sistemlərdə hər il dəyişikliklər gedir, insanlar çatdırmır. Tək formada çalışırlar, əlavə belə deyək də, yurist dəvət eləməyə, buğalter dəvət eləməyə, kiçik sahibkarların imkanları olmur. Onlar da ümidsizdirlər. Amma bizim komandaya qoşulmaqla bayaq bütün üstünlükləri dedim. Bir dənə lazım olanı sizdən öyrənmək. Səbirli olub öyrənmək. Öyrənənin yanında biz varıq. Öyrənənin yanında zaten biz qala bilmirik. Öyrənmək lazımdır nədir? Komanda işini öyrənmək lazımdır. Ola bilər ki, kimdəsə bu var. Bunu bizə bağçada da komanda işi ilə bağlı müəyyən oyunlar oynadıqlar. Məktəbdə şənliklər vaxtı da eləmişik. Yəni, çətin bir şey deyil. Komanda prosesinə uyğunlaşmaq. Birinci öyrənmək bunu lazımdır. Yəni, burada kitab oxumaq və s. məsələlərdən daha çox insanın özünün çaba göstərmək lazımdır. Biz də öyrədirik. Özünüz görürsünüz, biz bu onlayn prosesi komanda ilə ortaya getiririk. Yəni, bir nəfər slayda nəzarət edir, bir nəfər giriş çıxır, bir nəfər orada səslərə, hətta birimiz bunu lentə alır. Yəni, bir nəfərin işi deyil. Komanda işini öyrənməyə biz kömək edirik. Coğrafi baxımından ona da kömək edirik. Dünyanın istənilən yerində TNS varsa, 190 ölkədə mal məhsul yerlərində kömək edirik. Eləcə də bu ölkə daxilində istənilən məkanlarda iş görməyə, müştəri qoşmağa, əməkdaş qoşmağa kömək edirik. Çatdırılma məsələlərində də dəstək oluruq. Təlim, tədris məsələlərində ümumiyyətlə böyük təcrübələrimiz var. Şəxsi işin qurulmasından tutmuş fərdi ailənin sağlamlıq planını verə bilirik. Hətta maliyyə baxımından da plan verə bilirik. Vaxtın idarə olunma baxımından da plan verə bilirik. Bunların hamısına dəstək ola bilirik. Və ən əsas da karyera qurmaqda, şirkətin böyük gəlirlərinə pay olmaqda adama kömək ola bilirik. Sizdən lazım olan, yenə təkrarlayıram, səbir, 1, öyrənmək, 2. Qalan işlər texniki məsələlərdir. Pul rəqəmləri də orada gördünüz. Elə böyük rəqəmlər deyil. Toplam icra eləmək olur. Bizim üçün fərqi yoxdur. Biz tələsdirmirik. Hər kəs seçimində sərbəstdir. Amma 3 təlimdən sonra seçimi bizə deməli olacaq.
3 təlim ki olacaq. İkinci təlim dediyim kimi məhsullarla bağlı. Üçüncü təlimdə sırf bu işin texniki icraatı ilə bağlı. Onunla bağlı mən bilirsiniz belə geniş izah vermədim. Texniki icraat o ayrı bir məsələdir. Məqsəd necə qoyulmalıdır, məqsəd necə qoyulur, insan resurslarından necə istifadə olunur. İndi adam ola bilər ki, sual verə bilər, mən adam hardan tapım? Mən kimə deyim, kimi dəvət edeyim? Onlayn platformada necə çıxım elana və s. Onların hamısını biz öyrədirik. Hamısına kömək edirik. Təqdimat necə təşkil olunur? Əvvəl təbii ki, bizim təqdimatlara qoşulurlar. Sonra adamın özünü təqdimat təşkil etməyə öyrədirik. Təqdimat keçməyi izah veririk. İnsanları çeşidləməyə kömək edirik. Hər bir insanın özünə uyğun olaraq onunla rəftar eləməyə kömək edirik ki, heç kimə təpki olmasın, heç kimə təzyiq olmasın, hər kəs seçimində azad olsun. Yəni, bütün bu işləri 3 təlimdən sonra siz tam mənimsəmiş olarsınız və ondan sonra da qərarınızı deyərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Mənim bugün deyəcəklərim bu qədərdir. Növbəti təlimlə bağlı sizə məlumat veriləcək. Çox sağ olun, var olun.